Salam uşaqlar, bugünkü dərsimiz Çar Rusiyası müstəmləkə rejiminin yaradılmasına aid mövzudur. Çar Rusiyası Azərbaycanın şimal xanlığı işğal edərkən yeni inzibati idarəetmə sistemini yaratmağa başladı. Rus qoşunlarının müqavimət göstərdikləri Dərbənd, Bakı xanlıqları 1806-da ləğv edildi. Onların əvəzinə Rus zabitlərinin başçılıq etdiyi komendant idarə üsulu yaradıldı. Gəncə xanlığı isə 1804-cü il müharibədən əvvəl ləğv edilərək eyni şəkildə komendant idarə üsulu yaradılmışdı. 1806-cı ildə işğal olunmuş Quba xanlığı da bir müddət yerli bəylərdən ibarət idarə şurası tərəfindən idarə olunsa da, lakin 1810-cu ildə baş verən üsyandan sonra şura ləğv edildi və eyni qayda ilə Quba xanlığında da, Quba ərazisində də komendant idarə üsulu yaradılmış oldu. Rusiya idarəçiliyinə könüllü qəbul etmiş Qarabağ, Şəki, Şirvan, yəni Şamaxı xanlıqları, həmçinin Lənkəran xanlığı əvvəlki xanlıq idarəetmə sistemi formal olaraq saxlansa da, xanların sahibləri məhdudlaşdırılmışdı. Xanlara general rütbəsi verilsə də, onların hakimiyyəti formal xarakter daşıyırdı. Bu isə onu göstərir ki, bu xanların hamısı Qafqazın baş hakiminə tabe idi. Rus xalqlarının dövlətçilik ənənələrini məhv etmək məqsədi ruslaşdırma və xristianlaşdırma siyasəti aparırdı. 1819-cu ildə sonuncu Şəki xan İsmayıl xan zəhərlənərək öldürüldü və Şəki xanlığı 1819-da ləğv olundu. 1820-ci ildə Şamaxı xanlığı, növbə ilə 1822-də Qarabağ xanlığı və 1826-da Lənkəran xanlığı ləğv olundu. 1828-ci ildə 1-ci Nikolay əmri ilə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi və onların əvəzinə Erməni vilayəti yaradıldı 1840-cı ilə kimi. Bu addım gələcəkdə Azərbaycan torpaqlarının hesabına Erməni dövlətini yaratmaq üçün zəmin rolunu oynayırdı. Və bununla da 19-cu əsrin əvvəllərində imzalanmış müqavilələri pozaraq xanlıqların işğal prosesinə taktik addımlar kimi hətta bir daha nümayiş etdirilmiş olmuşdu. Bəzi xanlıqlar və sultanlıqlar ləğv edərək yeni idarə üsulu, yəni Rus zabitlərinin başçılıq etdiyi komendant idarə üsulu yaradılmışdı və bununla da yəni bu idarə üsulu qəza, dairə və distansiyalara da şamil olmuşdu. Şimali Azərbaycandakı komendant idarə üsuluna baxaq, hərbi inzibati idarəetmə sistemi idi. Hərbi feodal səciyyəyə daşıyırdı. Çar Rusiyası müstəmləkəçilik mənafeyinə xidmət edirdi. Məmur özbaşınalığa şərait yaradan qanunsuz bir sistem idi. Cənubi Qafqazın baş hakimi isə hansı işlərə baxırdı? Cənubi Qafqazın ümumi idarəsinə başçılıq edirdi. Cənubi Qafqazdakı qoşunların komandanı idi. General qubernator kimi Çar tərəfindən təyin edilsə də, nisbətən daha geniş səlahiyyətlərə malik idi. Baş hakim qubernator vilayət rəisi Çarın əmri ilə Ruslardan təyin olunurdu. Komendantlar isə nə aid idi? Qafqazın baş hakimi tərəfindən Rus zabitlərindən təyin olunurdu. Qəzaları, dairələri və distansiyaları idarə edirdi. Komendantlara idarə etdikləri ərazilərə geniş səlahiyyətlər verilmişdi. Misal olaraq məhkəmələri rəhbərlik edirdi. Bütün mülki və hərbi işlərə başçılıq edirdi, naiblər və kəndxudaları vəzifəsini təyin edirdi, təsərrüfatı idarə edirdi, vergi toplanma işinə və bütün gəlir mənbələri nəzarət edirdi. Biz onların öz başçılığına əhali soyub talamasına şərait yaradırdı. Bir xüsusi qeydimiz var burada. Komendantların yalnız ölüm hökmü vermək hüququ yox idi, lakin onu da insanları öldürməkdən çəkinmirdilər. Naiblər və kəndxudalara baxaq. Komendantlar tərəfindən yerli bəy və ağalardan təyin olunurdu, vəzifəyə təyin edilərək ruslara sədaqət and içirdilər, vergi yığılması və komendantlara göndərilməsi işi ilə məşğul olurdular. Dövlətdən maaş almır, hökumətdən yalnız bəzi imtiyazlar alırdılar. Komendant idarə üsulu dövründə Azərbaycanda inzibati ərazi quruluşları var idi. Bunlara baxaq, biri müsəlman əyalətləri rəisliyi idi, mərkəzi Şuşa şəhəri idi, tərkibində Qarabağ, Şəki, Şirvan, Lənkəran əyalətləri daxil idi. Hərbi dairə rəisliyi var idi, mərkəzi Dərbənd şəhəri, tərkibində Bakı, Quba əyalətləri daxil idi. Ayrıca Qazax, Yezavetpol və digər dairələr, habelə Zarbalakan, Şəmkətir, Borçalar kimi distansiyalarda mövcud idi. Komendant idarə dövründə məhkəmə sistemində olan dəyişikliklərə baxaq. Şəriət məhkəmələri öz əvvəlki rolunu itirmişdi. Onlar yalnız evlənmə, boşanma və varislik səlahiyyətlərinə malik idi. Geniş səlahiyyətli əyalət və şəhər məhkəmələri yaradılmışdı. Bu məhkəmələrdə verilən qərarlar çox vaxt sədrlik edən komendantların idarəsindən asılı olurdu. Hərbçilər üçün sahə məhkəmələri yaradılmışdı. Burada mülki cinayət işlərinə baxırdı və bu da ən böyük haqsızlıq idi. Məhkəmələrin Rusunda aparılması əhali üçün problem yaradırdı, çünki bu dili bilmirdilər. Komendantların və digər məmurların özbaşınalığı yerli əhalinin və hətta Rus məhkəmə orqanlarının narazılığına səbəb olmuşdu. Çarın Cənubi Qafqazdakı vəziyyətini öyrənmək üçün göndərdiyi nümayəndələr apardığı yoxlamalar nəticəsində bir sıra qanunsuzluqlar da çarpmış. Bunlar hansılar idi? Vergilərin normadan artıq yığılması, vergi yığılmasında iltisama verilməsi, kəndlərin dövlət xəzinəsinə borc və vergi qarşılığında öz əkinlərini ucuz qiymətdə satmağa məcbur edilməsi, əhalinin müxtəlif bəhanələrə yığılan məsələlərinin mənimsənməsi kimi faktlar üzərə çıxmışdı. Çar məmurlarının qanunsuz əməlləri yalnız vergi sahəsində deyil, bəy, ağar, ruhani imtiyazlar əlindən alınır, torpaqlar müsadə edilir, yalnız rejimə sədaqət xidmət edən naib və kəndxuda vəzifələrinin təyini olunurdu. Tüyü torpaqları ilə mükafatlandırılırdı. Əhalinin bütün təbəqələri komendant idarə üsulundan narazı idi. Narazılıqların artmasına qarşısını almaq üçün Çar məmurların mövcud idarə sisteminin əvz olmasını təklif etdilər. Çar Rusiyasının köçürmə siyasətinə baxaq indi. Çar Rusiyası müstəmləkə siyasətini davam etdirmək üçün Pyotrdan vəsiyyətlərin kənarı çıxmayan Çarizm idarə quruluşu ermənilərin Şimal Azərbaycan köçürməsinə xüsusi diqqət ayırırdılar. Şimal Azərbaycan müsəlman əhalisinə etibar etməyən Rusların xristianları Cənubi Qafqaza köçürmək məqsədləri bunlar idi. Özünə sosial və etnik dayaq yaratmaq, bu ferzona yaratmağa nail olmaq, bununla da yerli müsəlman türk əhalisi müsəlman şərq ilə əlaqələrini zəiflətmək üçün xristianlaşdırma, ruslaşdırma siyasətini həyata keçirdilər. İqtisadi fəaliyyəti sürətləndirmək və xəzərin gəlirini artırmaq istədilər bu nəticəsində.
Köçürülən kütlələr içərisində almanlar, ermənilər, ruslar xüsusi yer tuturdu. Ermənilərin köçürülməsi İrandan Şimali Azərbaycana işğal prosesində 1804-cü ildə başlayaraq həyata keçirilirdi. 1804-cü ildə Yezavitpol qəzasında 105 erməni ailəsi, 1805-ci ildə 1300 erməni ailəsi, hətta Senov 1600-ə yaxın insanı Şimali Qafqaza yerləşdirmişdi. Türkmenistan müqaviləsinin 15-ci maddəsinə əsasən 40 min erməni Naxçıvan, Qarabağ, İrəvan və Borçalı bölgəsinə köçürülmüşdü. Şimali Azərbaycan ermənilərin köçürülməsi isə 1-ci Pyotr tərəfindən 1724-cü il fərmanı ilə demək olar ki, 1828-ci ildə Türkmenistan müqaviləsi eynilik təşkil edirdi. Türkmenistan müqaviləsinin 15-ci maddəsinə nəzərdə tutulan bağışlanma hüququ verənlər Rusiya ilə aparılan müharibə zamanı şah hökumətinə xəyanət edən rus qoşunlarının uğur qazanması üçün hər cür yardım göstərən ermənilər idi. Öz vətənləri olmayan ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülüb, yerləşdirilir və burada rusların mənafeyinə uyğun işlər görürdü. Rusiyanın Qacar dövləti və Osmanlı İmperiyasına apardığı müharibələrdə ermənilərə tabe olduqları dövlətə xəyanət etmişlər. Ona görə də ermənilərə türk müsəlman əhalisi məşğullaşmaq torpaqları hədiyyə edən sotsializm bölgədə həyata keçirəcəyi işğal siyasətindən onlarda istifadə etməyə planlaşdırırdı. Ədirnə müqaviləsi 1829-cu ildə Osmanlı ərazisindən 84 min erməni Şimali Azərbaycan torpaqlarına köçürüldü və Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana kütləvi köçürülməsi Türkmenistan və Ədirnə müqaviləsinin oxşar cəhətləri hesab olunur və bu proses 20-ci əsrin əvvəllərinə qədər davam etmişdi. Rusiya tərəfindən köçürülən ermənilərə olunan güzəştlər bunlar idi. Onlara ümumi torpaqlar verilirdi. Vergi mükəlləflərdən bir müddət azad edilmişlər və üzərinə yerli əhaliyə nisbətən xeyli az vergi qoyulmuşdu. Torpaqlarımıza ermənilərin köçürülməsi nəticəsində əhalinin etnik tərkibi ciddi dəyişikliklər baş verdi. Bugünkü gündə erməni ərazilərinə şərait yaratdı. Yəni ermənilər bu ərazilərə iddia etdilər özlərindən və bəzi ərazilərinə hətta bildiyimiz qədəri bəzi ərazilərdə bir dəqiqə ermənilər tərəfindən. Yəni köhnə Azərbaycan ərazisi olsa da Ermənistan Respublikasının tərkibində bu dəqiqə mövcuddur. İrəvan və Naxçıvan ərazisi erməni vilayəti yaradıldı bu hadisələrdən sonra 1828-də və bundan sonra da ermənilərin burada kütləvi yaşayışı başlamış oldu. Almanların Qafqaza köçürülməsinə baxaq. 19-cu əsrin əvvəllərində Almaniya əhalisinin 1-ci Napoleon işğalçı müharibələrə feodalizmdən düşdüyü ağır vəziyyətdə istifadə edən Rusiya, onun cənubdakı Büttenberg knazlığı və Baden torpaqlarının Alman əhalinin bir hissəsini 1817 və 18-ci ildə Qafqaza köçürtdü. Çar Rusiyasının Qafqazda Alman koloniyası salmaqda məqsədləri bunlar idi. Bölgədə Avropa əkinçilik mədəniyyətinin yayılmasına nail olmaq, bölgənin zəngin təbii ehtiyatlarını səmərəli şəkildə mənimsəmək və bölgədə xristian unsurlarının mövqeyini gücləndirmək idi. Rusiya Almanların bir hissəsini Yezavitpol, yəni indiki Gəncə ərazisinə köçürtdü və 2 koloniya saldı orada. Biri Yelenodrov koloniyası indiki Göyçay rayonu ərazisində təşkil edilmişdi və ilk Alman koloniyası hesab olunur. Bir də Annenfeld koloniyası indiki Şəmkir rayonu ərazisində təşkil edilmişdi. Almanların köçürülməsi ilə yerli Azərbaycan əhalisi Almanlardan altında zirzəmi olan üstü kirəmitli örtülmüş tarlaqlı ev tikməyi, təsərrüfatda furqon tipli 4 təkərli arabalardan istifadə etməyi öyrəndilər. İndi rusların köçürülməsinə baxaq. Çar hökuməti Ruslaşdırma siyasətinə uyğun olaraq burada xidmət edən əsgərlərin xidmət müddəti başa vurduqdan sonra Azərbaycanın məskunlaşmasına cəhd etdilər. Lakin rus əsgərləri yad bir mühitdə yaşamaq istəməməsi bu planı baş tutmasına imkan vermədi. Əvəzində Çar 1-ci Nikolay 1830-cu il 11 oktyabr fərmanı ilə Azərbaycana Rusiyanın mərkəzi qüvvələrinin bidətçi, yəni dinə qarşı çıxanlar rus kəndlilərini Azərbaycana köçürtdü. Bu fərmanla Azərbaycanda ilk rus məskənləri yaradılmış oldu. Köçürülən ailələr Qarabağ, Lənkəran və Şirvan bölgələrinə yerləşdirildi. Azərbaycana köçürülən ruslar yerli əhalinin hesabına ərazi ilə təmin olundu və ümumi torpaqlar yerli əhalinin istifadə etdiyi ərazilərə verildi. Çar hökumətinin rusların Azərbaycana köçürülməsi sonra da davam etdirmiş oldu. Şimali Azərbaycanda Rusiyanın iqtisadi siyasətinə baxaq. Bölgəni iqtisadi cəhətdə mənimsəməyə çalışan sotsializm, Şimali Azərbaycanda iqtisadi siyasətin mahiyyəti bunlardır ki, orada fabrik üçün xammal bazası, sənaye mallarına satış bazarı kimi oranı formalaşdırmaq istəyirdi. Azərbaycanda istehsal edilən xam ipək, ipək məmulatları, pambıq, təmiz pambıq, təbii qızıl boya, çəltik, yun, ağ neft, zəfəran kimi məhsulları Rusiyaya aparırdı. Və bundan sonra da biz pambıq parça məmulatları, dəmir məmulatları, qab-qazaq və s. kimi belə bir məmulatların gətirdiyini görürük. Bu siyasətə uyğun olaraq Azərbaycanda yalnız xammal istehsalına və mədən sənayesinə diqqət artdı. İndi müstəmləkə iqtisadiyyatının siyasi əsas xüsusiyyətlərinə baxaq. Müstəmləkəçi dövlət nə idi? Ucuz xammal alır, hazır məhsulu baha satırdı. Müstəmləkə isə xammal satır, hazır məhsul alırdı. İndi 19-cu əsrin birinci yarısında Azərbaycanın iqtisadi fəaliyyətinə baxaq. İqtisadi inkişafına diqqət yetirilirdi. Ucuz almaq, baha satmaq siyasəti dövlətdə və rus sahibkarlarına böyük qazanc gətirirdi. 19-cu əsrin birinci yarısında Rusiyanın xam ipəyə olan tələbatını ödəmək üçün Nuxada, yəni Şəkidə ilk kapitalist müəssisə olan ilk manufaktura yaradıldı. 1827-ci ildə Xanabad manufakturası fəaliyyətə başladı və 1836-da Qafqazda ipəkçiliyi və ticarət sənətkarlığı yayan cəmiyyət yaradıldı. Və bu cəmiyyət tezliklə muzlu əməkdən istifadə edən iri ipəkçilik təsərrüfatına çevrildi. 19-cu əsrin ortalarında Şimali Azərbaycanın əsas ipəkçilik mərkəzi olan Şəki ipəyi Rusiya ipək fabriklərinin xam mal olan tələbatının çox hissəsini ödəyirdi. 19-cu əsrin birinci yarısında hökumət balıq vətəgələrini, duz göllərini, neft və zift
mədənlərinin iri tazeləri icarəyə, yəni iltizama verdi. İlk kapitalist müəssisələrin meydana gəlməsinə baxmayaraq 19-cu əsrin birinci yarısında Azərbaycan aqrar ölkə olaraq qalırdı. Azərbaycan əhalinin taxıl ehtiyatının az olmasına baxmayaraq Rusiya hakim dairələri Azərbaycandakı qoşun ümumi tələbatını yerli əhali hesabına ödətirdi. Kənd həyatına baxaq, Rus-Qacar müharibəsi zamanı Cənuba axmış, qaçqın və əsir düşmüş əhalinin geri qayıtması, caizmin köçürmə siyasəti və təbii artma hesabına Azərbaycanda əhalinin sayını artırdı. Bu dövrdə Çar hökuməti qaçqın və əsirlərin geri qayıtmaqla vergi verən əhalinin sayını artırmağa çalışırdı. Və 19-cu əsrin ortalarında Azərbaycan əhalisinin ümumi sayı 1 milyon nəfərə çatmışdı. Əhalinin çoxsu kəndlərdə yaşadığı üçün ölkə iqtisadi əsasını kənd təsərrüfatı tuturdu. Əhalinin sosial tərkibinə baxaq, Rus işğalından sonra əhalinin aşağı zümrəsi tərkibində ciddi dəyişikliklər baş vermədi. Əvvəllər olduğu kimi bu zümrələr yenə də kəndlilər, sənətkar, tacirlərdən ibarət idi. İşğalın nəticəsində kəndlər iki təbəqəyə ayrılmışdı. Dövlət kəndləri və sahibkar kəndləri. İşğal prosesinin gedişində hakim zümrələrdən müsadirə olunmuş torpaqlar dövlət xəzinəsinin olaraq dövlət torpaqları adlanmağa başladı və mərkəzi hakimiyyətin ixtiyarına verildi. Belə torpaqlarda yaşayan kəndlər dövlət kəndləri adlanırdı. Bəy ağa torpaqlarında yaşayan kəndlər isə sahibkar kəndləri adlandırılırdı. Hər iki kəndli qrupu ənənəvi olaraq rəiyyət, rənsbər və elat qruplarına bölünürdü. Torpaq mülkiyyət və vergilərə baxaq. Torpaq mülkiyyətləri bunlar idi. Dövlət, yəni xəzinə, dövlətə məxsus torpaq idi. Tiyul, saiz və sədaqət xidmət edənlərə verilən torpaq idi. Vəqf, məscid və kilsəyə məxsus torpaqlar idi. Mülk və mülk xalisi isə yerli bəylə və ağaların irsi torpaqları hesab olunurdu. Vergilər və kənd təsərrüfatına diqqət eləyək. Vergi Rus dövründə, yəni 18-ci əsrdə tətbiq edilən vergilər saxlanılmış, onların miqdarı daha da artırılmışdı. Bu dövrdə müalicət və bəhra aparıcı vergi hesab olunurdu. Müsəlman əhali xristianlara nisbətən daha çox vergi ödəyir və mükəlləfiyyətləri yerinə yetirirlər. Çox zaman komendantlar vergiləri öz başına artırır, bir vergi isə bir neçə dəfə alınırdı. Dövlət torpaqlarında yaşayan kəndlilər xəzinəyə, sahibkar torpaqlarında yaşayan isə xəzinəyə həm də torpaq sahibinə vergi verirdilər. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, kustar sənətkarlığı idi. Əhali torpağı köhnə qaydalarda çoxdan və xışa əkib becərir, məhsulun çox hissəsinə vergi verirdi. Yerli əhalinin səmərli torpaqlarını alıb gəlmə və xristianlara verilməsi nəzarəti daha da ağırlaşdırmışdı. Qarabağ və Şirvan buğda, arpa, Lənkəran isə çəltik düyü istehsalına görə öndə idi. Müharibə zamanı nəhəng forma sisteminə dağılması çətinliklər yaratmışdı. Çarizm köçürmə siyasətində yargıların çox hissəsi almanlar, ermənilərin olub keçdiyi üçün, yəni əllərinə keçdiyi köçəri maldarlıqda çətinliklər yaranmışdı. Rusiya hökuməti yarımköçəri həyat tərzi sürən əhalinin mədəniyyətdən uzaq hesab edir və onları zorla oturaq həyata keçirmək istəyirdi. Şəhər həyatına baxaq. Bakı, Şamaxı, Dərbənd, Şəki, Şuşa, İrəvan, Naxçıvan və Gəncə kimi şəhərlər fərqlənirdi. Şəhərlərin çoxunda əhalinin sayı 10 mindən çox idi. Şəhər əhalisi əsasən sənətkar və tacirlərdən ibarətdir. Bütün bölgə ənənəvi sənətkarlıq sahələri var idi. Əməlxanalarda çalışan sənətkarlar əsasən sifariş yerinə yetirir və ağır vergi qoyması onların həyatını da ağırlaşdırırdı. İndi Çar Rusiyasının digər tədbirlərinə baxaq. Müsəlman ruhanilərinin əhalinin üzərindəki böyük təsirini nəzərə alaraq 1829-cu ildə Şiə məzhəbli əhali rəhbərlik üçün Şeyxülislam, Sünni məzhəbli əhali isə rəhbərlik etmək üçün müfti vəzifəsi təsis olundu. Yerli zadəganlardan özünə yaxınlaşdırmaq üçün 1830-cu tarix fərmanı ilə bəy və ağaların müsadə edilmiş torpaqların bir hissəsi geri qaytarıldı. Lakin dövlət idarəsində iştirakına məhdudiyyət qoyulurdu. 1836-cı Xaçın Məhəlli ərazisində yerləşən Alban katolik konsulu ləğv olundu. Alban kilsəsi və Alban tarixinə aid qiymətli məmulatlar Rusiyaya aparıldı. Bu addım qədim Alban etnosunun varlığına böyük zərbə idi. İndi Rusiyanın ticarətdə apardığı dəyişikliklərə baxaq. Sənətkarlıq və ticarəti inkişaf etdirmək üçün bu sahədə gəlirləri artırmaq məqsədilə həyata keçirilən tədbirlər var idi. 1820-ci ildə Rusiyada tətbiq edilən güzəştli ticarət tarifinə əsasən Cənubi Qafqaza gətirilən əcnəbi malların yalnız 5%-dən gömrük qalınırdı. Bu tarif tətbiqindən sonra ölkədə ticarətin müəyyən qədər canlandı. Cənubi Qafqaz tacirlərinin Avropadakı əməliyyatları 4 dəfə artdı və Rusiya yarım fabrika dövriyyəsini isə azaldı. Beləcə, Qərbi Avropa toxuculuq məhsulları aşağı keyfiyyətli Rusiya məhsullarını Cənubi Qafqaz bazarına sıxışdırdı. Bu isə Rusiya ticarət yetişməkdə olan sənaye burjuyazisinin arazına səbəb oldu. Buna görə də Çar hökuməti bu ticarəti ləğv etməli oldu. Və 1831-ci ildə qəbul edilən yeni ticarət tarifinə uyğun olaraq isə Avropa mallarının Cənubi Qafqaza axını yüksək gömrük haqqı vasitəsilə dayandı. Mərkəzi Rusiyadan gətirilən pambıq parça məmulatları miqdarı ilbəil artmağa başladı. 1836-cı ildə rəhdari vergisi, yəni daxili gömrük vergisi ləğv olundu. 1839-43-cü Azərbaycanda Rusiyada istifadə olunan vahid çəki, ölçü, pul vahidləri tətbiq olundu. 19-cu əsrin ortalarında kənd təsərrüfatında əmtəy istehsalını artmağa nəzər alan Rusiya hökuməti təbii vergini pul vergisi ilə əvəz etdi. Yəni natural vergini pul vergisi əvəz etdi. Bu tədbirlər nəticəsində sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi. Rusiyanın Qacar dövlətləri ticarət əlaqələri Azərbaycanda xüsusi çəkisi çox idi. Ümumi məlumatda bu müstəmləkə siyasətinin yaradılması, müstəmləkənin yaradılması və kənd təsərrüfatından tutmuş vergi mükəlləfiyyətə, hətta ticari tariflərə qədər hər şeylə əhatə olunan bir mövzudur. Vacib mövzudur. Sağ tərəfdə isə həm bu dərsdə, həm də bundan sonraki mövzumuzda istifadə olunacaq Gürcüstan, İmrətəli Qubeynəsi və Xəzər vilayətinin əraziləridir. Növbəti dərsdə buna toxunarıq. Oldu. Sizə uğurlar arzulayıram. Çox sağ olun.